Bizim böyük alimlərimizdən Şeyx Məhdi Nəraqi ağa, bilirsiniz də, o Cami-ül Səadət kitabını ki yazıb, əxlaq kitabı. O zaman da İranda bunu yazır. Bir nüsxəsini böyük övliyalardan olan, böyük kamil arif, təşərrüf qapısı üzünə açıq olan Seyyid Bəhrül Uluma ki, o da Nəcəfdəymiş. Seyyid Bəhrül Ulum nə vaxt ürəyi istəyərmiş, İmam Zamanla görüşərmiş. Buyurlar ki, Seyyid Məhdi Bəhrül Ulumun üzünə həmişə İmam Zamanın qapısı açıq imiş. Belə bir böyük şəxsiyyət o. Buyurlar ki, bunun Şeyx Məhdi Nəraqi ağa bu 3 cilddə ərəbidir də Cami-ül Səadət kitabını yazır. Bir nüsxəsini Seyyid Bəhrül Uluma göndərir ki, oxuyub bir nəzər versin. Əxlaq kitabıdır. Gətirirlər bu ağanın xidmətinə Nəcəfdə, Seyyid Bəhrül Uluma ağanın xidmətinə gətirirlər. Ağa bunu oxuyur, tələbələrin yanında da oxuyub qutandan sonra çox, məsələn, tərif eləyir. Deyir, əcib kitab yazıb. Çox tərif eləyir bundan. Zaman keçir, Şeyx Məhdi Nəraqi ağa Nəcəfə ziyarətə gəlmək olur. Kərbala, Nəcəf. Nəcəfə gələndə hamı eşidir ki, belə bir böyük bir şəxsiyyət, mənəviyyatlı insan. Hamı, bütün alimlər, mərcə-i təqlidlər, böyük şəxsiyyətlər hamısı gedir onun görüşünə. Seyyid Bəhrül Ulum getmir onun görüşünə. Çox əcib. Şagirdlər hamısı təəccüb eləyir. Deyirlər, ağa, Seyyid Məhdi Bəhrül Ulum ağa gəlibdi. Falan, məsələn, sən niyə onun özünü tərif edirdin kitabından bu cürlə? Ağa xulasa bunun xidmətinə getmir. Şeyx Məhdi Nəraqi ağa özü gəlir ağanın görüşünə. Bəhrül Ulum ağanın görüşünə gəlir. Seyyid Bəhrül Ulum ağa bundan çox belə soyuq rəftar edir. Çox soyuq rəftar edir. Quru gəlir, əyləşir, gedir. Bir neçə gün keçir, deyirlər ki, Nəraqi ağa buyurur ki, ağa, neçə gün məsələn Nəcəfdəyik, bu gün sabah gedəcəyik İrana, heyifdir ki, biz bir daha Bəhrül Ulum ağanı görməyək. Yenə gəlir bunun görüşünə, yenə ikinci dəfədə də çox soyuq, biraz əyləşir, evində sakit, heç bir bundan xidmət eləmir, heç buna xoş gəldin, heç nə, gedir. Üçüncü dəfə Seyyid Bəhrül Uluma xəbər verirlər ki, ağa, Şeyx Məhdi Nəraqi ağa yenə gəlsən. Üçüncü dəfədə buyururlar ki, ayaqyalın qaçır küçəyə bunun qabağına. Bundan çox böyük ehtiram, hörmət, bu cürünə gətirir və ki, buyur, səndən istifadə eləyib. Bu həddə buyurur ki, mən səni imtahan eləyirdim. O ki, kitab yazmışdın, orada əxlaqi səciyyələr, bu cürünə mömindən keçmək, bu cürünə suizən eləməmək, bunları ki, gözəl yazmışdın. Dedim, görün, sən buna özün əməl eləmisən, vücudunda bu həqiqət var, bu məna həqiqətə çevrilib, yoxsa yox. Gördüm ki, doğrudan da mən neçə dəfə səndən soyuq rəftar, halbuki bir kəsə bu cür nə rəftar etsə, digər kəşi dağıb geçsin, məsələn, mən ondan nə işim var. Lazı bu Əli əleyhissalamın mübarək kəlamı bizə bir örnəkdir ki, bununla qəlbimizə, gözümüzü muraqibət eləməklə, qulağımızı, dilimizi muraqibət eləməklə o qəlbi təharətə çata bilərik və nəticədə də qəlbi təharətin sayəsində mübarək Ramazan ayından və Qur'andan daha çox bəhrələnə bilərik.